digər dövlətlər mədəniyyət yaratma gücü olmayıb. Ağqoyunlu, Qaraqoyunlu, Atabəylər bunlar sadəcə gəlib köçəri tayfa dövlət yaratmaq prinsipləri biraz ora getdilər. Amma Şah İsmayıl mədəniyyət formalaşdırıb. Diqqət edin. Görün Səfəvilərdən əvvəlki Azərbaycan tarixi, Azərbaycan mədəniyyətini necə aşağılayır, necə kiçimsəyirlər. Atabəylər, Qaraqoyunlar, Ağqoyunlar köçəri dövlət idilər. Gəldilər, ora-bura getdilər. Gördüyünüz kimi bir neçə əsr davam etmiş Azərbaycan dövlətləri necə gəldilər və necə getdilər. Amma Şah İsmayıl o döngünü qırıb, bəli qırıb. Amma döngünü yox, başqa bir şey qırıb. Burada bilirsiniz nə yadıma düşdü? Mən Şah İsmayıl Səfəvi. Sən o dini iki yerə bölən adamsa? Yox, adamı iki yerə bölənəm. Mən heç bir zaman Azərbaycanda ümumiyyətlə mədəniyyət Şah İsmayıldan və ya Səfəvilərdən əvvəl olmayıb sözünü deməmişəm. Yenə burada da manipulyasiya var. Mən mədəniyyət yaradıb, yeni bir mədəniyyət yaradıb. Düzdür, Ağqoyunlular, Qaraqoyunlular, Atabəylər dövlət çərçivəsində yüksək səviyyəli işlər yaradıblar. Amma Səfəvilər dövləti tamamilə fərqli bir şeylədir. Bunun fərqini sizə belə izah edə bilərəm. Məsələn, Uzun Həsənin şəxsi kitabxanası var idi. Alimlər və sənətkarlara himayə edirdi. Amma Uzun Həsən öldükdən sonra o sənətkarlar dağıldılar. Cahanşah Həqiqinin çox gözəl əsərləri var idi. Amma onun əsərləri fərdi şəxsi olaraq çox möhtəşəm idi. Bir məktəb yaratmamışdı. Azərbaycan dövlətçiliyinə, dilinə ciddi təsir göstərə bilməmişdi. Və yaxud Atabəy Şəmsəddin Eldənizin əmri ilə tikilən Möminə xatun türbəsi möhtəşəm idi, çox super idi. Amma Naxçıvan Maraq Memarlıq Məktəbinə aid. Özündən sonra yeni bir memarlıq məktəbi yaratmadı. Şah İsmayılın yaratdığı sistemin mükəmməlliyi bundaydı ki, dövlət kitabxanaları, daimi miniatür emalatxanaları, saray məktəbləri, rəsmi dil siyasəti, ideologiya ilə birləşmiş mədəniyyət. Bu sistem onun ölümündən sonra belə 200 il və daha artıq Şah Təhmasib, Şah Abbas dövründə, Əfşarlar dövründə, Qacarlar dövründə, hətta xanlıqlara qədər təsir etdi. Və bu illərdə yaranan mədəniyyət institutlaşdırılmışdı. Yəni itmirdi, şəxslərə bağlı deyildi. Biri var mədəniyyət şəxsə bağlı olsun. Məsələn, Uzun Həsən Azərbaycan dilini himayə eləyirdi. Amma öldükdən sonra o dili himayə etməyə başqa bir institut yox idi, məktəb yox idi. Amma Şah İsmayılın yaratdığı məktəb isə, qoyduğu divan kitabı isə bu dilin formalaşmasına, mədəniyyətin inkişafına ciddi təsir edir və yaranmış mədəniyyət Azərbaycanın sonrakı dövlətçiliyinə, hətta təsəvvür edin ki, hakimiyyətə gələn AXC belə Şah İsmayılın dövlətçiliyi ənənələrinə əsas götürürdü. Bugün bizdə Şah İsmayıl ordeni var, amma Uzun Həsən Qaraqoyunlu dövlətinin ordeni yoxdur. Səfəvilər dövlətinin ümumi ömrünü götürsək, Ağqoyunlu, Qaraqoyunlu, Atabəylər dövrü ömrü qədərdir. Yəni üçünün birləşdirilmiş ömrü qədərdir. Yəni damcı ilə dənizi, şam işığı ilə günəşi müqayisə edə bilməzsiniz. Bu fərdi himayə ilə dövlət siyasətini eyniləşdirmək tarixi analizdə ibtidai səhvdir. Başa düşürsünüz? Sən necə tarixçisən, necə tarix üzrə alimsən, mən onu başa düşə bilməmişəm sözümə.